Deməli, mövzumuz düzdür. Bir neçə müğənni haqqında deyəcəm, məşhur müğənnilər haqqında deyəcəm. Nəfəs xanımla Zeynəb xanım haqqında. Bunlar tez-tez küsülüşüb barışırlar. Çox mehriban, ciddi kimi görsənirlər. Bəli, elədir. Amma bunların sonu məhkəmədə bitməyini görürəm. Çox böyük bir söz-söhbət olacaq bunların arasında. Özü də adam var, bilmirəm nə məsələdir, nədir onu deyə bilmərəm. Amma kişi xeylağıdır. O kişi xeylağı bunların arasını qatacaq və kişi xeylağının üstündə bunların söz-söhbəti olacaq. Sosiallaşdırılmayacaq həmin kişinin kimliyi, adı. Başqa bir şey bəhanə ilə bunlar məhkəməyə düşəcək. Yeni ilimiz 2026-cı il yeni sürprizlərlə məşhurların başlarına nə gələcək, sonsuz da getdikcə hər həftə bu barədə məlumatlar verəcəm sizə. Natavan Qarayeva gözəl ekstrasensimiz. Bu iki xanımlarla bağlı məncə düşünürəm ki, ancaq xoş ifadələr işlətmək lazımdır. Gəncdilər, sənətdə yenidilər. Yəni elə yeni yox, yəni fərqlidir də, yəni başqaları kimi 30 ildir, 40 ildir, 20 ildir sənətdə deyirlər. Mən elə düşünürəm ki, yola geçsələr yaxşıdırlar. Dalaşmasınlar. Gəl biz dua edək ki, mehriban olsunlar, heç kimin sözünə uymasınlar. Ümumiyyətlə insanlar iki dost, iki rəfiqə, iki bacılıq, elə iki padruşka, kimisə sözünə uyanda həmişə düşmənçilik olur. Uymuyor. İki xanımın ikisinə də tövsiyəm budur. Mən Sara Səfra Bahadur tərəfdən və Natavan Babayeva tərəfindən sizə, Qarayeva tərəfindən üzr istəyirəm. Qarayeva tərəfindən sizə tövsiyə, mehriban olun.